Bugün Stockholm'da fəaliyyət göstərən Qarabağ həftə sonu məktəbinin son zəngidir. 2026-cının son zəngidir və bugün biz uşaqlarla, müəllimlərlə, valideynlərlə yığışmışıq. Çox gözəl bir abu-havada və ötən illərimizə baxırıq ki, Qarabağ məktəbi Stockholm şəhərində sentyabrın 1-i 2017-ci ildə yaranıb və bizim ilk dərslərimiz hələ musiqilə, rəqslərlə və əsas olan da Azərbaycan dilinin bilməyi ilə başladı. Təbii ki, başqa bir dərslərdə bura bizim məktəbə daxil oldu. Gözəl peşəkar müəllimlərimiz, çox mehriban valideynlərimiz, gözəl ağıllı balalarımız. Qarabağ məktəbinin yaranması Stockholmda əsas məqsədi odur ki, bura köçən uşaqlar ya da burada dünyaya gələn uşaqların assimilyasiyası olmasın və burada, yəni İsveçdə yaşaya-yaşaya Azərbaycanlı olduqlarını unutmasınlar. Azərbaycana olan sevgiləri daha da çox artsın. Azərbaycan dilini bilsinlər, Azərbaycan mədəniyyətini bilsinlər, Azərbaycan tarixini bilsinlər. Azərbaycanın rəqsləri ilə, musiqiləri ilə, bəstəkarları ilə, adət-ənənələri ilə tanış olsunlar. Və bu çox uğurlu bir layihəmizdir. Çox gözəl uğurlar biz əldə etdik. Hətta bizim 2017-də başlayan uşaqların artıq böyüyüblər, plus 18 olublar. Artıq ikinci sezonumuz başlayıb. Yenə də uşaqlar 3 yaşından buyursunlar, gəlsinlər. Bugün indi iyun ayıdır, son günümüzdür, amma sentyabrdan təkrar davam eləyəcəyik və 3 yaşından 17 yaşına qədər kim istəyirsə, hansı dərslərə ya da bütün dərslərə maraqları varsa buyursunlar, bizə müraciət eləsinlər, gəlsinlər. Və bu bütün bu uzun bir yolda, yüngül yol deyil, çətin yolda bizə daimi hər zaman dəstək olan Diaspora Komitəsi, Diaspora İş üzrə Dövlət Komitəsinə buradan dəstəyə görə dərin təşəkkürlərimizi bildiririk. Nə yaxşı ki vardılar, nə yaxşı ki bizə dayaqdılar, bizə dəstək olurlar və kitablar olsun ya da Azərbaycan atributları olsun, bayraqlar olsun, bizi təmin edirlər. Buradan Diaspora Komitəsinə böyük təşəkkürlərimi bildirirəm və eyni zamanda da İsveç Krallığında yerləşən Stockholmdakı Azərbaycan Respublikasının səfirliyinə də dərin təşəkkürümü bildirirəm. Onların da bizə daimi dəstək olduqlarına görə və təbii ki, ən çox təşəkkürlərimi mən valideynlərə bildirirəm ki, baxmayaraq ki, heç də yüngül deyil İsveçdə yaşayır, yəni vaxt nəzərində deyirəm. Amma onlar həvəslidirlər, vaxt eləyirlər, gəlirlər uşaqları gətirirlər məktəbə. Uşaqlarımıza minnətdaram ki, Azərbaycanla olan sevgiləri var. Maraqlanırlar, gəlib olur, şeirləri, dilimizi öyrənirlər, musiqimizi öyrənirlər, rəqslərimizi öyrənirlər və təbii ki, bizim təmənnasız işləyən fədakar müəllimlərimizə təşəkkür edirəm ki, onlar da gəlib, canla başla, sevə-sevə, özlərinə vətəndaş borcu bilib, gəlib bizim uşaqlara bildiklərini öyrədirlər. Bir daha hər kəsə təşəkkür edirəm və inanıram və əminəm ki, Qarabağ məktəbi hələ də çox uzun illər fəaliyyətini Stockholm şəhərində davam edəcək. Çünki ən azı bizim üçün, mənim üçün, Sevda Dadaşova üçün, saf İsveç-Azərbaycan birliyi üçün bu bizim ən birinci vətən borcumuzdur, vətəndaş borcumuzdur. Biz uzaqda olsaq da bizim qəlbimiz hər zaman Azərbaycan üçün döyünür. Su deyibdir mənə əvvəldə anam, ab ki yox. Yuxu öyrətdi uşaqlıqda mənə, xab ki yox. İlk dəfə ki çörək verdi mənə, nan
Salam istəkli yurttaşlarımız. Biz Stockholmda fəaliyyət göstərən Qarabağ Azərbaycan Həftə Sonu Məktəbinin müəllim, şagird və valideyn kollektivi bir araya yığışmışıq. Səbəbsə yarım illik dərs ilimizin başa çatmasıdır. Bu vida mərasimi deyil. Çünki biz avqustda yenə də yeni dərs ilinə başlayacağıq. Bugünkü tədbirimizdə Azərbaycan mətbəxi, musiqisi, rəqsləri, yəni ana dilimizi yaşatmaq üçün canlı şəkildə uşaqlarla söhbətimiz olacaq. İlk növbədə xaricdə yaşayan Azərbaycanlı uşaqlara adət-ənənələrimizi aşılamaq bizim borcumuzdur. 2 aylıq istirahətdən sonra yeni dərs ilimiz başlayacaq. Hər kəsə, uşaqlara, müəllimlərə və valideynlərə uğurlar diləyirəm. Gözəl istirahətlər. Bu arada bugün bizim valideynlərimizin birinin ad günüdür. Gözəl xanımın, onu təbrik edəcəyik. Gedirik təbrik eləməyə, sürpriz yaratmışıq. Bu arada bizim Mehbalə xanımla Emil müəllimimiz, rəqs müəllimlərimizdir. Onlar da bugün iştirak edirlər və biz getdik. Gözəl valideynimizi təbrik eləməyə. Bugün senin doğum günün, hayatın güzel mənası, bir arzu et, bir dilək tut. Yeryüzünde ay parası, Allah'ın güzel bakışı, gönderdiğim meleğin sen, ömür boyu istediğim, Tanrıdan tek dileğim. Bugün senin doğum günün, hayatın güzel mənası, bir arzu et, bir dilək tut. Yeryüzünde ay parası, Allah'ın güzel bakışı, gönderdiğim meleği sen, iller boyu istediğim, Tanrıdan tek dileğim sen. Bugün senin doğum günün, hayatın güzel mənası, bir arzu et, bir dilək tut. Yeryüzünde ay parası, Allah'ın güzel bakışı, gönderdiğim meleğin sen, ömür boyu istediğim, Tanrıdan tek dileğim. Bugün senin doğum günün, hayatın güzel mənası, bir arzu et, bir dilək tut. Yeryüzünde ay parası, Allah'ın güzel bakışı, gönderdiğim meleği sen, iller boyu istediğim, Tanrıdan tek dileğim sen. Bugün senin doğum günün, hayatın güzel mənası, bir arzu et, bir dilək tut. Yeryüzünde ay parası, Allah'ın güzel bakışı, gönderdiğim meleğin sen, ömür boyu istediğim, Tanrıdan tek dileğim. Bugün senin doğum günün, hayatın güzel mənası, bir arzu et, bir dilək tut. Yeryüzünde ay parası, Allah'ın güzel bakışı, gönderdiğim meleği sen, iller boyu istediğim, Tanrıdan tek dileğim sen. Bugün senin doğum günün, hayatın güzel mənası, bir arzu et, bir dilək tut. Yeryüzünde ay parası, Allah'ın güzel bakışı, gönderdiğim meleğin sen, ömür boyu istediğim, Tanrıdan tek dileğim. Bugün senin doğum günün, hayatın güzel mənası. Salam hörmətli dostlar. Bugün Qarabağ Həftə Sonu Məktəbi bu gözəl parkda şənlik mərasimi keçirir. Məlumat üçün qeyd etməliyəm ki, Qarabağ Həftə Sonu Məktəbi İsveç Azərbaycan Birliyi ki, xülasə saf deyilir, onun vasitəsilə yaranıb və Diasporla İş üzrə Dövlət Komitəsinin də böyük rolu olub. Yəni bu Qarabağ Həftə Sonu Məktəbinin yaranmasında və öz işinə davam verməsində. Ona görə elə yeri var, mən həm saf cəmiyyətindən, həm Diasporla İş üzrə Dövlət Komitəsindən təşəkkür edirəm. Mən hər gün yuxudan duranda gedib
bu Diaspora Komitəsinin sitəsini baxıram. Həmişə də tövsiyə edirəm dostlara bu sitəni izləyərlər. Dünyanın müxtəlif yerlərində bunlar tədbirlər, mərasimlər, çox möhtəşəm mərasimlər keçirirlər. Yəni demək ola bilər diaspora fəaliyyətin mütəşəkkil formada, bilimsel formada həyata keçirirlər. Ona görə də mən elə bu fürsətdən istifadə edirəm. Bu Diaspora Komitəsinin işçilərindən təşəkkür edirəm. Çox sağ olun, var olun. Hər kəsə salam. Mən Stokholmda fəaliyyət göstərən Qarabağ Həftə Sonu Məktəbinin şagirdi olmuşam uşaqlığımdan və bu gün də müəllimə olaraq öyrəndiklərimi rəqs müəlliməsi olaraq şagirdlərimə öyrətməyə çalışıram. Bu məktəb bizim üçün çox faydalı oldu, çünki biz öyrəndiyimiz Azərbaycanın musiqi mədəniyyətini, Azərbaycan dilini daha da dərindən, daha da unutmamaq üçün öyrəndik və hal-hazırda biz yay tətilinə çıxırıq, amma 2 ay sonra təxmini uşaqlarla yenidən görüşəcəyik. Hər kəsə təşəkkür edirəm, sağ olun.